Şərəfəddin İlkinin yubileyidir. Bu münasibətilə mən Borçalı Qarabağ Türklərinin adından, Borçalı Türklərinin adından, Borçalı Cəmiyyətinin adından, Borçalı İdarə Heyətinin üzvləri adından sizi mən təbrik edirəm və sizə can sağlığı arzulayıram. Bilirsiniz, dostlarımız burada şairlərdir, yazıçılardır. Biz isə ictimai cəmiyyətlərlə, ictimai işlərlə məşğul olanlarıyıq. Mən sizin bu ictimai tərəfi istəyirəm biraz işlandıram. Çünki şairliyinizi bütün Azərbaycan bilir ki, oradan da siz layiqli yer tutmuş Azərbaycanda şairlərdən birisiniz. Şərəfəddin İlkin bizim Borçalı Cəmiyyətinin idarə heyətinin üzvüdür və ictimai fəaldır. Deməli, mən onda gördüklərimi sizə mən dilə gətirmək istəyirəm. Mən hesab edirəm ki, Şərəfəddinin çoxlu adlarıdır. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür, jurnalistlər birliyinin üzvüdür, çox yaxşı. Və sözayda mükafatlı, prezident təqaüdçüsüdür. Bunlar təbii ki, bunlar var. Amma mən deyərdim ki, ən böyük mükafat Azərbaycanın vətənpərvər şair olmaq. Halbuki, çox təəssüf ki, bu yoxdur, elə bir nominasiya yoxdur, amma olsa çox gözəl olandır. Əsas insanın mənə gəlir ki, hər bir Azərbaycan vətəndaşının bir nömrəli vəzifəsi Azərbaycanın vətəndaşı olmalıdır. Onun vətənpərvərliyi, vətəni nə qədər sevməyi, vətəni sözdə yox, yazıda yox, doğrudan da vətəni sevmək və bunu öz ictimai işlərində göstərmək. Bildiyiniz ki, mən sizə də ərz elədim ki, mən Borçalı Türklərinin Borçalıda olan bizim soydaşlarımızın problemləri ilə məşğul olan bir cəmiyyətin sədri dedilər və hesab edin bizim Şərəfəddin bəy Cənub zonasındandır. Amma onda o qədər böyük vətən sevgisi var ki, bizim Borçalıları bəzi Borçalılardan daha çox istəyir. Rəhmətli şair Zəlimxan Yaqub bir dəfə deyir, Zarfatiyana deyir ki, bu Şərəfəddin İlkinin motoru Krazdır, amma kuzası canlıdır. Yəni, belə bir söz deyişdir. Yəni, doğrudan da biz öz işimizdə görürük, yəni o ictimai işlərdə fəal olur. Bizim